Proqnozlara keçməzdən əvvəl qısa bir xatırlatma etmək istəyirəm. Zəhmət olmasa kanalımızın yayımlarından dərhal xəbərdar olmaq üçün YouTube bildirişlərini aktiv edin və kanalımıza abunə olmağı unutmayın. Həmçinin bəyənmə və şərhləriniz kanalımızın fəaliyyətini davam etdirməsi üçün böyük dəstəkdir. Zəhmət olmasa dəstəyinizi əsirgəməyin. İndi isə vaxt itirmədən 27 aprel 3 may həftəsi üçün bürc proqnozlarına Qoç bürcündən başlayaq. Ardınca isə sırayla Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürcləri üçün də proqnozlarımı sizinlə paylaşacağam. Əziz Qoç və yüksələn Qoçlar, həftəyə gündəlik həyatınız, iş mühitiniz və fiziki sağlamlığınızla bağlı mövzuların ön plana çıxdığı bir enerji ilə başlayırsınız. Bu müddətdə həyatınızı necə təşkil etdiyiniz, vaxtınızı nəyə sərf etdiyiniz və rutinlərinizi nə qədər səmərəli istifadə etdiyiniz müəyyən edici rol oynayacaq. Kiçik kimi görünən vərdişlərinizin əslində böyük nəticələr doğurduğunu fərq edə bilərsiniz. Buna görə də həftənin ilk günlərində nizam yaratmaq, plan qurmaq və həyat tempinizi balanslaşdırmaq sizin üçün olduqca vacibdir. Həftə irəlilədikcə sosial əlaqələriniz artır və tək irəliləməkdənsə başqaları ilə əməkdaşlıq edərək hərəkət etməyin daha səmərəli nəticələr verdiyini görə bilərsiniz. Xüsusilə fikir mübadiləsi, ortaq layihələr və birlikdə verilən qərarlar sizi irəli aparacaq. Amma burada vacib olan yalnız danışmaq deyil, eyni zamanda dinləmək və doğru məlumatı seçə bilməkdir. Çünki bu həftə əldə etdiyiniz məlumatlar qarşıdakı dövrdə verəcəyiniz önəmli qərarların əsasını təşkil edə bilər. Göy üzündə baş verən Əqrəb dolunayı isə maddi mövzularınızı güclü şəkildə aktivləşdirir. Bu təsirlə birlikdə gəlir-xərc balansınız, borclar, ödənişlər və ya maliyyə planlamaları gündəminizə gələ bilər. Gözlədiyiniz bir pul əlinizə çata bilər və ya bir ödəniş sizi hərəkətə keçməyə məcbur edə bilər. Bu bir böhran deyil, əksinə, pulla olan münasibətinizi yenidən tənzimləmək üçün bir fürsətdir. Nəzarətli və şüurlu hərəkət etsəniz, bu dövrü qazanca çevirə bilərsiniz. Amma plansız xərclər və ya tələsik qərarlar sizi çətin vəziyyətə sala bilər. Buna diqqət etməlisiniz. Eyni zamanda bu dolunay yalnız maddi deyil, mənəvi baxımdan da sizi düşünməyə vadar edə bilər. Mən əslində nə üçün çalışıram? Həyatımın məqsədi nədir kimi daha dərin suallar zehninizi məşğul edə bilər. Bu fərqindəliklər sizi həm daxili olaraq inkişaf etdirəcək, həm də həyat keyfiyyətinizi artıracaq mühüm qapılar aça bilər. Həftənin ortalarına doğru iş həyatınızda gözlənilməz inkişaflar baş verə bilər. Ani dəyişikliklər, istiqamət dəyişikliyi və ya fərqli məsuliyyətlər gündəmə gələ bilər. Bu nöqtədə çevik olmağınız çox vacibdir. Sabit qalmaq əvəzinə uyğunlaşmaq sizi önə çıxaracaq. Əgər bir təqdimat, görüş və ya vacib bir danışıq edəcəksinizsə, necə ifadə etdiyiniz ən az nə dediyiniz qədər təsirli olacaq. Həftə sonuna doğru Merkürün Buğa bürcünə keçməsi ilə diqqətiniz daha aydın şəkildə maddi mövzulara yönəlir. Gəlirlərinizi artırmaq, büdcənizi tənzimləmək və ya uzun müddətli planlar qurmaq üçün daha ciddi və qətiyyətli addımlar ata bilərsiniz. Bu müddətdə ağıllı və səbirli davranan qoçlar maliyyə baxımından möhkəm bir zəmin qura bilərlər. Münasibətlər sahəsində isə həftənin ortasında şəxsi həyatınıza biraz daha çox vaxt ayırmaq istəyə bilərsiniz. Həftə sonuna doğru Venera təsiri ilə emosional enerjiniz yumşalır. Sevdiyiniz insanla aranızdakı problemləri həll etmək, danışılmamış mövzuları gündəmə gətirmək üçün uyğun zamandır. Amma burada ən vacib məqam tələsik reaksiyalardan qaçmaqdır. Ani qəzəblə deyilən sözlər uzun müddətli iz buraxa bilər. Əvvəl anlamağa çalışmaq, sonra danışmaq münasibətinizi gücləndirəcək. Ailə ilə bağlı isə isti və müsbət inkişaflar mümkündür. Uzun müddətdir məsafəli olan bir münasibət yenidən yaxınlaşa bilər. Bir ziyarət və ya xəbər qəlbinizi yumşalda bilər. Bu həftə ailə ilə qurulan bağlar yalnız bu günü deyil, gələcəyi də formalaşdıracaq gücə malik ola bilər. Sağlamlıq baxımından enerjiniz yüksəkdir. Amma bu enerjini düzgün yönləndirməsəniz, narahatlıq və gərginlik yaşaya bilərsiniz. Fiziki hərəkət bu həftə sizin açarınızdır. İdman etmək, yürüşə çıxmaq və ya aktiv qalmaq həm zehni, həm də fiziki olaraq sizi tarazlaşdıracaq.
Təhsil, öyrənmə və zehni inkişaf sahəsində isə olduqca dəstəkləyici təsirlər altındasınız. Yeni bir bilik əldə etmək, bir təhsilə başlamaq və ya özünüzü inkişaf etdirəcək addımlar atmaq uzun müddətli perspektivdə sizə ciddi faydalar verə bilər. Bu həftənin əsas mesajı budur. Sürətli olmaq üstünlükdür, amma şüurlu olmaq qazancdır. Sezgiləriniz sizə doğru yolu göstərir. Yetər ki, onu boğmayın. Düşünərək danışın, planlı şəkildə hərəkət edin və hisslərinizi anlayaraq idarə edin. Bu şəkildə atdığınız hər addım yalnız bu həftəni deyil, qarşıdakı dövrü də daha möhkəm edəcək. Əziz buğa və yüksələn buğalar. Həftəyə ümumilikdə xoş və axıcı bir enerji ilə başlayırsınız. Amma xüsusilə münasibətlər sahəsində dilinizin bir qədər kəskinləşmə ehtimalı var. Sevdiyiniz insana, tərəfdaşınıza və ya varsa övladınıza qarşı tənqidi yanaşmalarınız arta bilər. Niyyətiniz yaxşı olsa belə, istifadə etdiyiniz üslub yanlış anlaşılmalara və kiçik gərginliklərə səbəb ola bilər. Buna görə də həftənin ilk günlərində sözlərinizi diqqətlə seçməyiniz və empatiyanı qorumağınız çox önəmlidir. Həftənin irəliləyən günlərində tempo dəyişir. Çərşənbə axşamı və çərşənbə günlərindən etibarən iş həyatınız, gündəlik məsuliyyətləriniz və görüləsi işlər sürətlənir. Sıxlıq artsa da, məhsuldarlığınız da eyni dərəcədə yüksəlir. Cümə axşamı və cümə günlərinə gəldikdə isə diqqətiniz yenidən şəxsi həyatınıza yönəlir. Sevdiyiniz insanla planlar qurmaq, xoş vaxt keçirmək və münasibətinizi gücləndirmək üçün uyğun bir zəmin yaranır. Bu həftənin ən mühüm göy hadisəsi olan Əqrəb dolunayı birbaşa ikili münasibətlər və ortaqlıqlar sahənizə təsir edir. Bu dolunay sizə açıq bir sual verir. Davam, tamam, yoxsa dəyişiklik? Münasibətinizdə görməzdən gəldiyiniz mövzular, içinizdə saxladığınız duyğular və ya həll olunmamış məsələlər bu dövrdə üzə çıxa bilər. Bəlkə də özünüzü tənha hiss etdiyiniz bir mərhələdən keçirsiniz və ya tərəfdaşınızın yaşadığı çətinliklər sizə də təsir edir. Məhz bu nöqtədə mühüm qərarlar gündəmə gələ bilər. Bu müddətdə qarşı tərəfin düşüncələrinə daha çox önəm verə, onun ehtiyaclarını daha aydın görə bilərsiniz. Amma unutmayın, sağlam münasibət qarşılıqlı balans üzərində qurulur. Bu dolunay münasibətlər vasitəsilə böyüməyinizə kömək edəcək. Problemləri görməzdən gəlmək əvəzinə üzərinə getsəniz, daha möhkəm bağlar qura bilərsiniz. Həftə boyunca zehni və emosional baxımdan bir təmizlənmə prosesindəsiz. Daxili dünyanızda aydınlıq yaranır. Nə istədiyinizi daha yaxşı anlayırsınız. Göy üzü sizə mühüm fürsətlər təqdim edir. Amma bu fürsətləri dəyərləndirmək tamamilə özünüzə olan inamınızdan asılıdır. Özünüzə güvənsəniz, qarşınıza çıxan qapıları aça bilərsiniz. Tərəddüd etsəniz, fürsətlər əldən çıxa bilər. İş və karyera sahəsində xüsusilə həftənin ilk yarısında diqqət çəkən inkişaflar baş verə bilər. Bir təklif, görüş və ya yeni istiqamət ehtimalı gündəmə gələ bilər. Bu nöqtədə qərarsız qalmadan, amma tələsmədən irəliləmək ən doğru strategiya olacaq. Balansını qoruyan və nə istədiyini bilən buğalar bu həftənin qazananı ola bilər. Maddi məsələlərdə də güclü təsirlər altındasınız. Həm qısa, həm də uzun müddətdə qazanc gətirə biləcək fürsətlər yarana bilər. Amma burada vacib olan bu prosesləri çox göz önündə yaşamamaq və strateji şəkildə hərəkət etməkdir. Planlı davransanız, maliyyə baxımından möhkəm bir təməl qura bilərsiniz. Həftənin ortalarına doğru Marsın təsiri ilə yaratmaq və istehsal etmək istəyiniz artır. Uzun müddətdir təxirə saldığınız bir fikir, yaradıcı layihə və ya sizi həyəcanlandıran bir təşəbbüs yenidən gündəmə gələ bilər. Özünüzü məhdudlaşdırmayın. Bu həftə atdığınız addımlar gələcəkdə həm maddi, həm də mənəvi qazanc gətirə bilər. Sevgi həyatında isə duyğularınız dərinləşir, amma onları ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Neptun təsiri ilə yanlış anlaşılmalar, incikliklər və ya ünsiyyət çatışmazlığı ola bilər. Buna görə susmaq əvəzinə açıq və aydın olmaq daha sağlam nəticələr verəcək. Doğru sözlərlə danışdığınızda münasibətlərinizdə böyük bir yaxşılaşma əldə edə bilərsiniz. Həftə sonuna doğru Merkürün Buğa bürcünə keçməsi ilə ünsiyyət gücünüz xeyli artır. Özünüzü daha rahat ifadə edəcək, fikirlərinizi daha aydın şəkildə ortaya qoya biləcəksiniz. Qarşıdakı 2 həftə ərzində sözləriniz təsirli olacaq. Bu da həm iş, həm də şəxsi həyatınızda üstünlük yarada bilər. Ailə mövzusunda isə
Həftə sonu ilə birlikdə daha yumşaq və toparlayıcı bir enerji var. Uzun müddətdir sizi yoran bəzi məsələlər həllini tapa bilər. Bağlar güclənə bilər. Aidiyyət hissinizin artdığını və özünüzü daha güvənli hiss etdiyinizi fərq edə bilərsiniz. Sağlamlıq baxımından isə balans çox vacibdir. Özünüzü ya həddindən artıq yormaq, ya da tam boş buraxmaq əvəzinə orta yolu tapmalısınız. Yuxu rejiminizə diqqət etmək, zehni yorğunluğu azaltmaq və bədəninizin ritminə uyğunlaşmaq sizə yaxşı təsir edəcək. Bu həftənin əsas mesajı budur. Yavaşla, amma dayanma. Qərarsız qalma, amma tələsmə. Gücünüz sürətinizdə deyil, sabitliyinizdədir. Düşünərək atdığınız hər addım sizi daha möhkəm, daha güvənli və daha rahat bir nöqtəyə aparacaq. Əziz əkizlər və yüksələn əkizlər. Bu həftə diqqətiniz əvvəlcə daxili dünyanıza və yaşayış mühitinizə yönələcək. Ev, ailə və yuva ilə bağlı mövzularda nizam qurmaq ehtiyacı hiss edə, çatışmayanları tamamlamaq və yarımçıq qalan işləri yekunlaşdırmaq istəyə bilərsiniz. Sanki əvvəl təməl möhkəm olsun prinsipi ilə hərəkət edəcəksiniz. Bu sahələri dəqiqləşdirdikdən sonra sosial həyatınıza və zövq aldığınız mövzulara daha rahat yer aça biləcəksiniz. Amma həftə boyunca tempo heç də aşağı deyil. Zehniniz çox sürətli işləyir, ünsiyyət axını artır və ətrafınızla əlaqəniz daha da aktivləşir. Bu, sizin təbiətinizə uyğun bir axın olsa da, burada incə bir balans var. Sürətli düşünmək üstünlükdür, amma tələsik qərar vermək risklidir. Xüsusilə bu həftə aldığınız hər məlumata dərhal inanmaq əvəzinə, onu süzgəcdən keçirməyiniz vacibdir. Həftənin ən diqqət çəkən göy hadisəsi olan Əqrəb dolunayı, iş, gündəlik fəaliyyət və sağlamlıq sahələrinizi güclü şəkildə təsirləndirir. Bu dolunayla birlikdə iş mühitinizdə qəfil dəyişikliklər, əlavə məsuliyyətlər və ya gözlənilməz sıxlıq yarana bilər. Dincəlmək istədiyiniz anda üzərinizə yeni vəzifələrin düşməsi sizi bir qədər çətin vəziyyətə sala bilər. Eyni zamanda iş mühitində baş verə biləcək gərginlik və ya mühüm xəbər də bu dövrün bir hissəsi ola bilər. Bu dolunayın digər önəmli mesajı isə sağlamlıqdır. Xüsusilə bədəninizin verdiyi siqnalları görməzdən gəlməməlisiniz. Həzm sistemi, ifrazat sistemi, sidik yolları, qalxana bənzər vəzi, boyun və əzələ ağrıları kimi mövzulara diqqət etmək faydalıdır. Əgər şəkər balansınızla bağlı həssaslığınız varsa, bu dövrdə daha diqqətli davranmalısınız. Qısası, bədəniniz sizə məni unutma deyir. Həftənin ortasında ünsiyyətlə bağlı bir sınaqdan keçə bilərsiniz. Yanlış anlaşılmalar, natamam ifadələr və ya tələsik deyilmiş sözlər kiçik problemlərə səbəb ola bilər. Burada ən vacib açar dinləməkdir. Sadəcə danışan deyil, anlayan tərəf olduqda bu prosesi üstünlüyə çevirə bilərsiniz. Merkürün buğa bürcünə keçməsi ilə qarşıdakı günlərdə bir qədər yavaşlamaq, arxa planda qalmaq və müşahidə etmək istəyə bilərsiniz. Bu, əslində sizin üçün çox dəyərli bir dövrdür. Çünki hər şeyi dərhal həll etmək məcburiyyətində deyilsiniz. Bəzən geri çəkilmək, dincəlmək və plan qurmaq ən doğru addımdır. Həmçinin bu müddətdə eşitdiyiniz hər məlumata ehtiyatla yanaşın. Dedikodular, yanlış yönləndirmələr və ya arxanızca danışılan sözlər ola bilər. Amma bunlara fokuslanıb enerjinizi aşağı salmaq əvəzinə diqqətinizi qorumağınız vacibdir. İş və karyera sahəsində intensiv bir tempo var. Görüşlər, müzakirələr və fikir mübadilələri ard-arda gələ bilər. Bu sıxlıq sizi yüksəldə biləcək potensiala malikdir. Amma dağınıq hərəkət etsəniz, eyni sürətlə yorula bilərsiniz. Buna görə prioritetlərinizi dəqiqləşdirməli və hər fürsətə eyni anda atılmamalısınız. Maliyyə mövzularında isə diqqətli olmalı bir həftədir. Tələsik qərar vermə meyliniz arta bilər. Amma pul mövzusunda detalları araşdırmadan addım atmamalısınız. Kiçik bir diqqətsizlik gələcəkdə daha böyük itkilərə səbəb ola bilər. Sevgi və münasibətlər sahəsində isə daha isti və axıcı bir enerji var. Veneranın dəstəkləyici təsiri ilə həm cazibəniz artır, həm də duyğularınızı ifadə etmə gücünüz yüksəlir. Əgər münasibətiniz varsa, danışaraq həll olunmayacaq problem yoxdur. Yetər ki, içinizdə saxlamayın. Əgər subaysınızsa, gözlənilməz bir tanışlıq sizi həyəcanlandıra və baxış bucağınızı dəyişə bilər. Sosial çevrəniz də canlanır. Yeni insanlarla tanış ola, fərqli fikirlərlə qarşılaşa bilərsiniz. Bu həftə qurulan bəzi əlaqələr gələcəkdə həyatınızda önəmli rol oynaya bilər. Buna görə səthi yanaşmaq əvəzinə
daha dərindən müşahidə etməyiniz faydalıdır. Sağlamlıq baxımından isə xüsusilə bel, diz və ümumi fiziki dözümlülük mövzularına diqqət etməlisiniz. Zehni yorğunluq bədəninizə təsir göstərə bilər. Qısa fasilələr, nəfəs məşqləri və istirahət sizə yaxşı təsir edəcək. Həftə sonuna doğru isə daha əvvəl etdiyiniz planların nəticələrini görməyə başlaya bilərsiniz. Əmək verdiyiniz mövzuların qarşılığını almaq motivasiyanızı artıracaq. Bu həftənin əsas mesajı budur. Bilmək deyil, doğrunu seçmək səni irəli aparır. Danış, amma anlamağa çalışaraq. İrəlilə, amma fokuslanaraq. Seçim et, amma şüurlu şəkildə. Çünki bu həftə sadəcə hərəkət deyil, istiqamət müəyyən etmə həftəsidir. Əziz xərçəng və yüksələn xərçənglər. Bu həftə ünsiyyət axınınız kifayət qədər intensiv başlayır. Yaxın çevrəniz, bacı-qardaşlarınız, qohumlarınız və tez-tez görüşdüyünüz insanlarla əlaqəniz artarkən, həm söhbətlər, həm də birlikdə gördüyünüz işlər gündəminizə daxil ola bilər. Xüsusilə həftənin ilk günlərində bu münasibətlər üzərindən inkişaf edən mövzular ailə məsələlərinə də təsir edə bilər. Amma bazar ertəsindən sonra daxilən biraz özünüzə çəkilmək istəyi yarana bilər. Evdə qalmaq, öz məkanınıza çəkilmək və bir qədər dincəlmək sizə həqiqətən yaxşı təsir edəcək. Həftənin ortasından sonra enerjiniz yavaş-yavaş dəyişir və cümə gününə doğru daha çox zövq yönümlü bir ruh halına keçirsiniz. Məhz bu mərhələdə təsirini göstərəcək olan Əqrəb dolunayı sevgi, xoşbəxtlik və yaradıcılıq sahənizi işıqlandırır. Bu dolunayla birlikdə qəlbinizi hərəkətə gətirəcək hadisələr baş verə bilər. Əgər həyatınızda biri yoxdursa, yeni bir tanışlıq gündəmə gələ bilər. Xoşladığınız biri varsa, ondan bir addım və ya xəbər ala bilərsiniz. Münasibəti olanlar üçün isə duyğuların daha açıq yaşandığı, bu münasibət məni həqiqətən xoşbəxt edirmi sualının aydınlaşdığı bir dövrdür. Eyni zamanda övladı olan xərçənglər üçün uşaqları ilə bağlı bir mövzu ön plana çıxa bilər. Bu bəzən xoş bir inkişaf, bəzən isə həll olunmalı kiçik bir problem şəklində özünü göstərə bilər. Bundan əlavə, idman, incəsənət, hobbilər və ya birja kimi riskli investisiyalarda bu dolunayla birlikdə hərəkətlənə bilər. Digər tərəfdən, həftə boyunca göy üzü sizi yalnız duyğularınızla deyil, hədəflərinizlə hərəkət etməyə çağırır. Daxili dünyanız qədər, xarici dünyada nəyi əldə etmək istədiyiniz də önəm qazanır. Xüsusilə iş və karyera sahəsində güclü fürsətlər mövcuddur. Komanda işi, ortaq layihələr və əməkdaşlıqlar sayəsində təkbaşına irəliləməkdən daha sürətli nəticələr əldə edə bilərsiniz. Bu həftə verilən ən vacib mesajlardan biri budur. Birlikdə hərəkət edən qazanır. Doğru insanlarla bir araya gəldikdə potensialınız qat-qat artacaq. Yupiterin dəstəyi ilə təhsil, kurslar və şəxsi inkişaf sahələrində də imkanlar qarşınıza çıxa bilər. Öyrəndiyiniz hər şeyin gələcəkdə böyük sıçrayış yaratmaq ehtimalı yüksəkdir. Buna görə qarşılaşdığınız bilik və fürsətləri kiçiltməməlisiniz. Amma iş sahəsində diqqət edilməli bir məqam var. Mars ilə Yupiter arasındakı gərgin təsir iş mühitində və ya karyerada tələsik və ya dağınıq hərəkət etsəniz, sizi çətin vəziyyətə sala bilər. Nizam-intizamı qorumaq asan olmaya bilər, amma məhz buna görə daha şüurlu addımlar atmaq lazımdır. Maddi mövzularda isə böyük bir böhran görünməsə də, qəfil xərclərə açıq bir həftədir. Planlı olmaq, ehtiyacları düzgün müəyyənləşdirmək və xüsusilə kiməsə borc verməmək və ya zəmanətçi olmamaq vacibdir. Kiçik bir diqqətsizlik sonradan lazımsız yükə çevrilə bilər. Sevgi və münasibətlər sahəsində isə kifayət qədər dəstəkləyici təsirlər var. Veneranın müsbət təsiri ilə duyğular daha açıq ifadə edilə bilər. Münasibətlərdə səmimiyyət arta bilər. Partnyorunuzla danışaraq həll olunmayacaq heç nə yoxdur. Yetər ki, içinizdə saxlamayın. Subay xərçənglər üçün isə mədəni bir mühitdə, sosial tədbirdə və ya təhsil ilə bağlı bir yerdə qarşılaşacağımız biri qəlbinizi sürətlə döyündürə bilər. Ailə və yaxın çevrədə isə sizdən fikir alınan, məsləhət istənilən bir mövqedə ola bilərsiniz. İnsanlar sizə güvənir və sizdən yol göstərməyinizi gözləyir. Bu vəziyyət sizə özünüzü dəyərli hiss etdirsə də, hər kəsə çatmağa çalışarkən özünüzü unutmadığınıza diqqət edin. Sağlamlıq baxımından isə nizam çox vacibdir. Əgər bir rutin qurmusunuzsa, ona davam etdiyiniz müddətdə müsbət nəticələr əldə edə bilərsiniz. Gəzinti, idman və təbiətdə vaxt keçirmək
həm bədəninizi, həm də ruhunuzu tarazlaşdıra bilər. Həftə sonuna doğru sosial çevrəniz yenidən canlanır. Merkürün Boğa bürcünə keçməsi ilə dostlarınızla daha çox vaxt keçirmək, dəvətlərə qatılmaq, tədbirlərdə iştirak etmək və yeni əlaqələr qurmaq ön plana çıxır. Eyni zamanda, işdən əldə etdiyiniz gəlirlərdə artım potensialı da yarana bilər. Bu həftənin xülasəsi. Duyğularını hiss et, amma hədəflərini unutma. Sev, paylaş, yarat, amma özünü də unutma. Çünki bu həftə qurduğun balans həm qəlbini, həm də gələcəyini formalaşdıracaq. Əziz şir və yüksələn şirlər. Bu həftə gündəminiz olduqca sıx və çoxşaxəli şəkildə inkişaf edir. Həftəyə başlayarkən maddi mövzular ön plandadır. Gəlir-xərc balansı, ödənişlər, borc alacaq məsələləri zehninizi məşğul edə bilər. Bu müddətdə pulunuzu necə idarə etdiyiniz və hansı xərcləri prioritetləşdirdiyiniz çox müəyyən edici olacaq. Tələsik qərarlar əvəzinə daha planlı və strateji addımlar atmağınız sizi qarşıdakı günlərdə daha təhlükəsiz bir nöqtəyə aparacaq. Həftənin irəliləyən günlərində, xüsusilə çərşənbə axşamı və çərşənbə günləri, ünsiyyət tempiniz sürətlənir. Yaxın çevrənizlə görüşlər, qısa səfərlər, təhsil və ya ticarət mövzuları gündəminizi doldura bilər. Satış, marketinq və tanıtım sahəsində çalışan şirlər üçün olduqca aktiv və məhsuldar günlər ola bilər. Bu müddətdə özünüzü ifadə etmə gücünüz çox yüksəkdir. Doğru sözlərlə böyük imkanların qapısını aça bilərsiniz. Göy üzündə Günəş ilə Merkür arasındakı uyğunluq sizi həm zehni, həm də ünsiyyət baxımından gücləndirir. Bu həftə nə dediyiniz qədər, necə dediyiniz də önəmlidir. İnsanlar sizi diqqətlə dinləyir, fikirlərinizi önəmsəyir və hətta ilham alır. Buna görə liderlik xüsusiyyətlərinizi şüurlu şəkildə istifadə etməyiniz sizə böyük üstünlük qazandıracaq. Həftənin ortasına doğru Marsın təsiri ilə səbirsizlik arta bilər. Hər şeyin tez nəticələnməsini istəyə bilərsiniz, amma bu tələskənlik sizi səhvlərə sürükləyə bilər. Enerjiniz yüksəkdir, amma düzgün yönləndirilməzsə dağılmağa meyillidir. Buna görə planlı hərəkət etmək, diqqətinizi qorumaq və lazımsız mübahisələrdən uzaq durmaq vacibdir. Cümə günü baş verəcək Əqrəb dolunayı isə ev, ailə və yuva sahənizi işıqlandırır. Bu dolunayla birlikdə ailə daxilində həll olunmalı bir məsələ gündəmə gələ bilər. Ev dəyişikliyi, köç, təmir, yeni əşyalar almaq və ya valideynlərlə bağlı inkişaflar mümkün ola bilər. Xüsusilə ailə böyüklərinin sağlamlığı ilə bağlı mövzularda daha həssas olmağınız lazım gələ bilər. Bu proses emosional olaraq sizi bir qədər çətinləşdirə bilər, amma eyni zamanda mühüm bir fərqindəlik və nizam qurmaq fürsəti də yaradır. Eyni zamanda bu dolunay sizə bunu xatırladır. Xarici dünyada nə qədər güclü olsanız da, daxili rahatlıq və ailə balansı olmadan tam bir məmnunluq hissi yaranmaz. Buna görə bu həftə iş və şəxsi həyat arasında balans qurmaq çox önəmlidir. Həftə sonuna doğru Merkürün Boğa bürcünə keçməsi ilə karyera sahəniz daha da aktivləşir. Qarşıdakı dövrdə iş görüşmələri, razılaşmalar, yeni layihələr və hədəflərinizi yenidən qurmaq kimi mövzular gündəmə gələ bilər. Eyni anda bir neçə işlə məşğul ola, məsuliyyətlərinizi artıra bilərsiniz. Bununla yanaşı, ailə daxilində daha güclü və istiqamətverici bir rol üstlənməyiniz də mümkündür. Sevgi və münasibətlər sahəsində isə olduqca dəstəkləyici təsirlər var. Veneranın müsbət təsiri ilə duyğular daha dərin yaşana bilər. Partnyorunuzla daha səmimi, daha dərin və zövqlü planlar qura bilərsiniz. Əgər subaysınızsa, ortaq maraqlara sahib biri ilə tanış olma ehtimalınız yüksəkdir. Bu əlaqələr səthi deyil, zamanla möhkəmlənən bağlara çevrilə bilər. İş və karyera sahəsində isə mühüm bir mərhələdən keçirsiniz. Uzun zamandır düşündüyünüz bir fikir və ya layihə varsa, artıq təxirə salmaq deyil, hərəkətə keçmək vaxtıdır. Amma burada vacib bir detal var. Hər şeyi təkbaşına etməyə çalışmayın. Əməkdaşlıqlar, doğru komanda və doğru insanlar bu həftə uğurunuzu qatlayacaq. Sağlamlıq baxımından enerjiniz yüksəkdir, amma bu enerjini düzgün istiqamətləndirməlisiniz. İdman, hərəkət və rəqs kimi fəaliyyətlər həm bədəninizi, həm də ruhunuzu tarazlaşdıracaq. Xüsusilə ürək ritmini artıran, amma sizi xoşbəxt edən fəaliyyətlər bu həftə sizə çox yaxşı təsir edə bilər. Bu həftənin sizə verdiyi əsas mesaj budur. Önə çıx, amma şüurla, irəlilə, amma planla, hiss et, amma ifadə etməkdən çəkinmə.
Daxilinizdəki liderlik gücünü doğru idarə etdikdə, yalnız öz həyatınıza deyil, ətrafınıza da təsir edən güclü bir təsir yarada bilərsiniz. Əziz qız və yüksələn qızlar, bu həftəyə öz ehtiyaclarınıza və gözləntilərinizə fokuslanaraq başlayırsınız. Amma xüsusilə son günlərin təsiri ilə özünüzə qarşı bir qədər həddindən artıq sərt davrandığınızı demək olar. Özünüzü çox tənqid edir, verdiyiniz sözləri tutmadığınızı düşünə bilərsiniz. Halbuki reallıq düşündüyünüz qədər mənfi deyil. Bir çox şey əslində yolunda gedir. Sadəcə sizin mükəmməl standartlarınıza tam uyğun gəlmir. Buna görə bu həftə özünüzə qarşı daha anlayışlı olmağınız böyük fərq yaradacaq. Həftənin ilk yarısında xüsusilə maliyyə mövzuları ön plandadır. Çərşənbə axşamı və çərşənbə günləri gəlir və xərclər, ödənişlər və büdcə planlaması kimi mövzular gündəminizi məşğul edə bilər. Xərclərinizi balansda saxlamaq vacibdir. Çünki sizdən asılı olmayan bəzi hallar, xüsusilə partnyorunuzun və ya sosial çevrənizin xərcləmə vərdişləri bu balansı poza bilər. Bu nöqtədə nəzarət edə bilmədiyiniz şeylərə görə özünüzü yormaq əvəzinə, öz planınıza sadiq qalmaq daha doğru olacaq. Həftənin ən diqqət çəkən göy hadisəsi Əqrəb dolunayıdır və bu dolunay ünsiyyət sahənizi işıqlandırır. Yaxın çevrəniz, bacı-qardaşlar, qohumlar və ya tez-tez görüşdüyünüz insanlarla bağlı inkişaflar gündəmə gələ bilər. Siz daha böyük hədəflərə fokuslanmışkən, ətrafınızda baş verənləri bir qədər diqqətdən qaçırdığınızı fərq edə bilərsiniz. Bu dövrdə yaxınlarınızdan birinin yaşadığı böhran və ya mühüm dəyişiklik sizi də emosional olaraq təsirləndirə bilər. Eyni zamanda ünsiyyətdə qısqanclıq, təzyiq və ya nəzarət mövzuları ortaya çıxa bilər. Bunları görüb dəyişdirmək şansı əldə edəcəksiniz. Bu dolunay yalnız şəxsi münasibətlərdə deyil, iş və ticarət mövzularında da təsirlidir. Satış, marketinq, yazışma və görüşlər kimi sahələrdə vacib qərarlar verməli ola bilərsiniz. Nə vaxt danışmalı, nə vaxt geri çəkilməli olduğunuzu daha aydın anlayacaqsınız. Bu fərqindəlik sizi gələcəkdə daha güclü bir ünsiyyət səviyyəsinə yüksəldəcək. Həftə boyunca Uranüsün təsiri də kifayət qədər güclüdür. Bu isə öyrəşdiyiniz sistemdən kənara çıxmağınız lazım olduğunu göstərir. Planlı və sistemli olmağı sevən təbiətiniz üçün bu biraz çətin ola bilər. Amma bu bir problem deyil, yeni bir fürsətdir. Gözlənilməz bir təklif, fərqli bir fikir və ya qeyri-adi bir imkan gündəmə gələ bilər. İlk baxışda sizə uzaq görünsə də, böyük potensial daşıya bilər. Buna görə çevik qalmaq və yeniliklərə açıq olmaq bu həftənin əsas açarıdır. İş və karyera sahəsində isə güclü dəstək alırsınız. Xüsusilə iş həyatınızda baş verən inkişaflar, atdığınız addımların nəticəsini konkret şəkildə görməyinizə səbəb ola bilər. Əməklərinizin qarşılığını maddi baxımdan da hiss etməyə başlaya bilərsiniz. Amma burada vacib bir detal var. Eyni üsullarla davam edib, fərqli nəticələr gözləməməlisiniz. Yeni baxış bucaqları və fərqli strategiyalar sizi irəli aparacaq. Həftə sonuna doğru Merkürün Buğa bürcünə keçməsi ilə qarşıdakı 2 həftədə baxış bucağınız genişlənir. Səfərlər, təhsil, xarici əlaqələrlə bağlı mövzular, hüquqi məsələlər və ticarət təşəbbüsləri sürətlənə bilər. Daha böyük düşünməyə başlayacaq və həyatınıza yeni istiqamət vermək istəyəcəksiniz. Sevgi və münasibətlər sahəsində isə Veneranın təsiri ilə daha isti və səmimi bir atmosfer yaranır. Əgər münasibətiniz varsa, birlikdə vaxt keçirmək və ortaq paylaşımlar münasibətinizi gücləndirə bilər. Əgər subaysınızsa, bu həftə daha dərin və mənalı bir bağ qura biləcəyiniz biri ilə tanış olma ehtimalınız yüksəkdir. Burada əsas məsələ açıq və aydın ünsiyyətdir. Duyğularınızı içinizdə saxlamaq əvəzinə düzgün şəkildə ifadə etməkdir. Sağlamlıq baxımından isə zehni yükünüzü azaltmaq vacibdir. Daim analiz etmək və detallara ilişmək sizi yorur. Meditasiya, gəzinti, nəfəs məşqləri və ya sizi rahatladan sosial fəaliyyətlər bu həftə sizə çox yaxşı təsir edəcək. Zehninizi sakitləşdirdikcə bədəniniz də rahatlayacaq. Sosial çevrədə isə hərəkətlilik artır. Qatılacağınız bir tədbir, dəvət və ya görüş həm xoş anlar yaşada, həm də yeni imkanların qapısını aça bilər. Unutmayın, bəzən bir tanışlıq uzun müddətli böyük bir dəyişimin başlanğıcı ola bilər. Bu həftənin sizə ən aydın mesajı budur. Plan qur, amma çevik qal. Düşün, amma özünü sıxma. Hər şeyi nəzarətdə saxlamağa çalışma. Axına güvən. Çünki bu həftə həyat sizi öyrəşdiyiniz çərçivədən
biraz kənara çıxararaq, əslində inkişaf etməli olduğunuz istiqamətə yönəldir. Əziz tərəzi və yüksələn tərəzilər, bu həftəyə bir qədər aşağı enerji ilə başlaya bilərsiniz. Sanki motivasiyanız tam yerində deyil, zehniniz yorğun və hələ hazır deyiləm hissi daha güclüdür. Buna görə həftənin əvvəlində özünüzə daha çox zaman ayırmaq istəyə bilərsiniz. Biraz geri çəkilmək, dincəlmək və daxili dünyanıza yönəlmək sizə yaxşı təsir edəcək. Bu hal müvəqqətidir. Buna görə özünüzü məcbur etmək əvəzinə axına buraxmaq daha doğru olacaq. Xoşbəxtlikdən həftənin irəliləyən günlərində enerjiniz aydın şəkildə yüksəlir. Xüsusilə çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri diqqətinizi daha çox özünüzə yönəldə, istəklərinizi ön plana çıxara bilərsiniz. Mən nə istəyirəm sualına daha aydın cavab tapacağımız bu dövrdə bir qədər daha fərdi hərəkət edə bilərsiniz. Sosiallaşmaq, alış-verişə çıxmaq, gəzmək və ya zövq aldığımız fəaliyyətlərlə məşğul olmaq sizə yaxşı təsir edəcək. Qısası, özünüzə investisiya etdiyiniz bir dövr başlayır. Həftənin ən diqqət çəkən göy hadisəsi isə cümə günü baş verəcək Əqrəb dolunayıdır. Bu dolunay maliyyə sahənizi işıqlandırır. Pul mövzularında bir tamamlanma, fərqindəlik və ya dəyişiklik yaşaya bilərsiniz. Gözlədiyiniz bir ödəniş gələ bilər, bir borc gündəmə gələ bilər və ya büdcənizi yenidən qurmaq ehtiyacı hiss edə bilərsiniz. Əlinizə pul keçməsi mümkündür, amma bu pulu necə idarə etdiyiniz əsas rol oynayacaq. Xərcləmə və yığım balansını qurmaq bu həftə çox vacibdir. Eyni zamanda bu dövrdə Mars ilə Yupiter arasındakı gərgin təsir həm münasibətlərdə, həm də maliyyə mövzularında balansın asan qurulmayacağını göstərir. Partnyorunuzla pul məsələlərinə görə fikir ayrılıqları yaşaya bilərsiniz və ya şəxsi həyatınızdakı bir gərginlik maddi məsələlərə təsir edə bilər. Buna görə həm emosional, həm də maliyyə baxımından sakit və ölçülü qalmaq çox vacibdir. Həftə sonuna doğru Merkürün Buğa bürcünə keçməsi ilə qarşıdakı 2 həftə ərzində maliyyəni idarə etmək mövzusunda daha məntiqli və möhkəm addımlar ata biləcəksiniz. Kredit müraciətləri, borc tənzimləmələri, vergi və ya rəsmi maliyyə işləri üçün daha uyğun bir dövr başlayır. Artıq daha planlı, ehtiyatlı və uzun müddətli düşünəcəksiniz. Münasibətlər sahəsində isə göy üzü sizə vacib bir mesaj verir: balans yaratmaq. Veneranın dəstəkləyici təsiri ilə son dövrlərdə yaşanan gərginlikləri yumşaltmaq imkanı əldə edə bilərsiniz. Xüsusilə aprel ayında yaşanan məsafə, inciklik və ya ünsiyyət problemləri bu həftə daha rahat həll oluna bilər. Sevdiyiniz insanın atdığı addımların və dediyi sözlərin nə qədər səmimi və davamlı olduğunu daha aydın görə bilərsiniz. Ümumilikdə bu həftə münasibətlər, ortaqlıqlar və əməkdaşlıqlar baxımından da önəmlidir. Günəş və Merkürün təsiri ilə ünsiyyət bacarığınız çox güclüdür. İnsanları bir araya gətirmək, mühiti balanslaşdırmaq və diplomatik yanaşma sərgiləməkdə önə çıxırsınız. İş həyatında yeni təkliflər, ortaqlıqlar və əməkdaşlıqlar gündəmə gələ bilər. Bu nöqtədə geri çəkilmək əvəzinə fikirlərinizi aydın və zərif şəkildə ifadə etməyiniz sizi ön plana çıxaracaq. Sevgi həyatınızda isə cazibəniz yüksəkdir. Münasibəti olan tərəzilər üçün bu həftə dürüstlük və məsuliyyət bağları gücləndirə bilər. Əgər bu iki amil çatışmırsa, bəzi münasibətlərdə qəti qərarlar da verilə bilər. Subaylar üçün isə sosial mühitlərdə diqqət çəkən tanışlıqlar mümkündür. Bu qarşılaşmalar səthi deyil, daha dərin bağlara çevrilə bilər. Sosial çevrəniz də olduqca aktivdir. Qatılacağınız tədbirlər, dəvətlər və ya təşkilatlar həm iş, həm də sevgi baxımından yeni imkanlar yarada bilər. Buna görə dəvətləri geri çevirməmək və insanlarla əlaqədə qalmaq vacibdir. Sağlamlıq baxımından isə xüsusilə mədə və diş həssaslıqlarına diqqət etməlisiniz. Kiçik siqnalları görməzdən gəlməmək və vaxtında tədbir görmək sizi daha böyük problemlərdən qoruyacaq. Həftə irəlilədikcə intuisiya gücünüz də artır. İnsanların dediklərindən çox hiss etdirdiklərini anlamağa başlaya bilərsiniz. Bu fərqindəlik münasibətlərdə doğru addımlar atmağınıza kömək edəcək. Bu həftənin sizə verdiyi ən vacib mesaj budur. Balans qur, amma özünü itirmə. Sev, amma sərhədlərini unutma. İnsanlarla bağ qur, amma mərkəzində həmişə özün ol. Əziz Əqrəb və yüksələn Əqrəblər, bu həftəyə sosial çevrəniz və dostluq münasibətlərinizin güclü təsiri ilə başlayırsınız.
Həftənin əvvəlində verdiyiniz sözlər, planlaşdırdığınız görüşlər və sosial məsuliyyətlər ön planda ola bilər. Xüsusilə bazar ertəsi bu planları həyata keçirmək üçün dəstəkləyici bir enerji var. Amma çərşənbə axşamından etibarən ruh halınız dəyişməyə başlayır. Biraz geri çəkilmək, tək qalmaq və zehninizi dincəltmək istəyə bilərsiniz. Bu, daxilə yönəlmə halı cümə axşamı gecəsinə qədər davam edə bilər. Özünüzə bu sahəni tanımaq həftənin qalan hissəsi üçün sizi daha da gücləndirəcək. Həftənin ən kritik hadisəsi isə cümə günü baş verəcək Əqrəb dolunayıdır. Bu dolunay birbaşa sizin bürcünüzdə baş verdiyi üçün təsirini daha güclü hiss edəcəksiniz. Duyğularımız intensivləşə bilər. Daxili dünyanızda bastırdığınız nə varsa üzə çıxa bilər. Bu proses sanki davam yoxsa tamam sualını həyatımızın mərkəzinə gətirə bilər. Xüsusilə münasibətlərdə, ortaqlıqlarda və emosional bağlarda vacib qərarlar verməli ola bilərsiniz. Bu dolunayla birlikdə qəlbinizin ritmini sürətləndirəcək hadisələr, gözlənilməz xəbərlər və ya ani fərqindəliklər yaşaya bilərsiniz. Bir münasibəti dərinləşdirmək və ya tamamilə bitirmək qərarı gündəmə gələ bilər. Eyni şəkildə iş birlikləri və ortaqlıqlar da bu dövrdə yenidən formalaşa bilər. Güclü duyğular, qısqanclıq, sahiblənmə hissi və nəzarət ehtiyacı daha aydın şəkildə ortaya çıxa bilər. Burada əsas məsələ bu duyğuların sizi idarə etməsinə imkan verməməkdir. Göy üzündə Plutonun güclü təsiri bu həftəni sizin üçün həqiqi bir dönüş nöqtəsinə çevirir. Bu artıq səthi dəyişiklik deyil, köklü bir fərqindəlik və yenidən qurulma prosesidir. Köhnəni buraxmaqla eyni yerdə qalmaq arasında seçim edirsiniz. Əgər çevik olsanız və dəyişməyə icazə versəniz, həyat sizi daha doğru istiqamətə aparacaq. İş və karyera sahəsində də gözlənilməz inkişaflar ola bilər. Planladığınız kimi getməyən hadisələr əslində sizi daha uyğun bir istiqamətə yönəltmək üçün ortaya çıxır. Buna görə inad etmək və ya hər şeyi nəzarətdə saxlamağa çalışmaq əvəzinə prosesi müşahidə etmək və axına uyğunlaşmaq daha faydalı olacaq. Analitik düşünmə qabiliyyətiniz bu həftə ən böyük üstünlüyünüzdür. Detalları görə bildiyiniz üçün mürəkkəb vəziyyətləri həll etmək və istiqamət vermək gücünə sahibsiz. Maliyyə mövzularında isə diqqətli olmalı bir həftədir. Tələsik qərarlar, araşdırılmadan edilən investisiyalar və ya düşünülmədən atılan addımlar risk yarada bilər. Pul ilə bağlı hər məsələdə möhkəm əsas axtarmalı, kifayət qədər əmin olmadan addım atmamalısınız. Əks halda, sonradan çətinlik yarada biləcək vəziyyətlərlə qarşılaşa bilərsiniz. Sevgi həyatında isə Marsın təsiri ilə ehtiras artır. Duyğular daha güclü və qarşısı alınmaz ola bilər. Münasibətlərdə səthi söhbətlər yerini dərin və real üzləşmələrə verir. Gizlədilən duyğular üzə çıxacaq. Bu ya münasibəti gücləndirəcək, ya da həqiqəti görüb qəti qərar verməyinizə səbəb olacaq. Subaylar üçün isə güclü cazibə hiss ediləcək bir tanışlıq mümkündür. Amma bu insanı idealizə etmədən tanımağa çalışmaq vacibdir. Həftə sonuna doğru Merkürün Buğa bürcünə keçməsi ilə münasibətlər sahəniz daha da aktivləşir. Qarşıdakı günlərdə bu sahədə mühüm söhbətlər, üzləşmələr və aydınlaşmalar artacaq. Artıq daha açıq, daha aydın və daha qətiyyətli bir ünsiyyət dövrünə daxil olursunuz. Ev və ailə sahəsində isə Veneranın müsbət təsirləri gözəl inkişafları dəstəkləyir. Ailə daxilində harmoniya arta bilər. Evlə bağlı mövzularda qalıcı addımlar ata bilərsiniz. Amma göy üzü sizi bir mövzuda xəbərdar edir. Başqalarının problemlərinə həddindən artıq qarışmayın. Yanlış məlumatlarla hərəkət etmək münasibətlərinizə zərər verə bilər. Sağlamlıq baxımından bu həftə bədəninizə diqqət yetirməyiniz vacibdir. Xüsusilə stressdən qaynaqlanan yorğunluq, baş və boyun nahiyəsində həssaslıq, hormonal və ifrazat sistemi ilə bağlı mövzulara diqqət etməlisiniz. Qidalanma rejiminizi düzəltmək və immunitetinizi gücləndirmək sizə yaxşı təsir edəcək. Ruhsal baxımdan isə intuisiya gücünüz çox yüksəkdir. Yuxularınız, daxili səsiniz və ani fərqindəliklər sizə yol göstərə bilər. Bu həftə daxili dünyanızı dinləmək, tək qalmaq və özünüzü anlamağa çalışmaq transformasiyanızın vacib bir hissəsi olacaq. Bu həftənin sizə ən aydın mesajı budur. Nəzarət etməyə çalışma, dəyişməyə icazə ver. Dərinləş, amma özünü itirmə. Hiss et, amma şüurlu hərəkət et. Çünki bu həftə atdığınız addımlar
yalnız bu günü deyil, həyatınızın istiqamətini müəyyən edəcək qədər güclüdür. Əziz oxatam və yüksələn oxatam var. Bu həftəyə həyatınızın əsas balansları üzərində düşünərək başlayırsınız. Xüsusilə ev, ailə və daxili güvən sahəniz ilə iş və karyera məsuliyyətləriniz arasında tarazlıq qurmalı olduğunuzu daha aydın anlayacaqsınız. Həftənin əvvəlində iş həyatınız, vəzifələriniz və karyera hədəfləriniz ön planda olsa da, əsl ehtiyacınızın daxili rahatlıq olduğunu fərq edə bilərsiniz. Buna görə nə olursa olsun, özünüzü güvəndə hiss etdiyiniz sahəni, yəni evinizi və ailənizi laqeyd yanaşmamaq vacibdir. Həftənin irəliləyən günlərində, xüsusilə çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri olduqca aktiv keçir. Sosial çevrəniz canlanır, dostlarla planlar, dəvətlər və tədbirlər gündəminizi doldura bilər. İş çevrənizdən insanlarla görüşmək, yeni əlaqələr qurmaq və fərqli mühitlərə daxil olmaq sizə yeni imkanlar aça bilər. Bu müddətdə qurduğunuz əlaqələr sıradan olmaya bilər. Gələcəyə uzanan önəmli bağların təməli qoyula bilər. Göy üzündə Merkürün təsiri ilə zehniniz çox aktivdir. Yeni ideyalar yaratmaq, özünüzü ifadə etmək, öyrənmək və paylaşmaq istəyiniz artır. Mən buradayam demək ehtiyacı yüksəlir. Xüsusilə iş həyatında fərqli baxış bucaqları, yaradıcı həllər və yenilikçi yanaşmalar sizi ön plana çıxara bilər. Amma burada əsas məsələ yalnız fikir istehsal etmək deyil, bu fikirləri doğru və təsirli şəkildə ifadə edə bilməkdir. Cümə günü baş verəcək Əqrəb dolunayı isə həftənin ən kritik təsiridir. Bu dolunay daha çox şüuraltınızı, daxili dünyanızı və gizli qalan sahələri hərəkətə gətirir. Buna görə də xaricdən çox hiss olunmasa da, daxildə ciddi bir hərəkətlilik yaşaya bilərsiniz. Bastırdığınız duyğular, keçmişdən gələn qorxular, nəzarət etmək istəyi və ya qısqanclıq kimi dərin mövzular yenidən üzə çıxa bilər. Bu bir böhran deyil, fərqindəlik və daxili təmizlənmə prosesidir. Bu dövrdə vəziyyəti zorlamamağa çalışın. Çünki bəzi hadisələr sizin nəzarətinizdən kənarda inkişaf edə bilər. Baş verənlərə müqavimət göstərmək əvəzinə müşahidəçi qalmaq və duyğularınızı sakitləşdirmək ən sağlam yanaşma olacaq. Unutmayın, bu dolunay sizi çətinləşdirmək üçün deyil, daxili olaraq dəyişdirmək üçün gəlir. Həftə boyunca Mars ilə Yupiter arasındakı gərgin təsir də riskli addımlardan uzaq durmalı olduğunuzu vurğulayır. Xüsusilə maliyyə mövzularında tələsik davranmaq, ani investisiyalar etmək və ya düşünmədən xərcləmək sonradan sizi çətin vəziyyətə sala bilər. Pulu düzgün idarə etmək əslində azadlığınızı qorumaqdır. Buna görə planlı hərəkət etmək çox önəmlidir. Bazar günü Merkürün bürc dəyişməsi ilə iş, gündəlik həyat və sağlamlıq sahənizdə yeni bir mərhələ başlayır. Qarşıdakı 2 həftə ərzində iş həyatınızdakı problemləri həll etmək, yeni layihələrə başlamaq və ya iş müraciətləri etmək üçün daha uyğun bir mühit yaranacaq. Eyni zamanda sağlamlığınızı yoxlamaq, müayinələrdən keçmək və həyat rejiminizi yaxşılaşdırmaq üçün də dəstəkləyici bir dövrdür. Sevgi və münasibətlər sahəsində isə Veneranın müsbət təsirləri çox gözəl nəticələr gətirir. Münasibətlərdə səmimiyyət, açıqlıq və dürüstlük ön plandadır. Duyğularınızı gizlətmək əvəzinə ifadə etdiyiniz zaman problemləri həll etmək daha asan olacaq. Əgər münasibətiniz varsa, dərinləşmə və güclənmə. Əgər subaysınızsa, sizi həqiqətən qidalandıracaq bir bağa başlama ehtimalı yüksəkdir. Ailə mövzusunda isə bəzi üzləşmələr gündəmə gələ bilər. Uzun müddətdir danışılmayan mövzular açıla bilər. İlk baxışda narahat edici görünsə də, sakit və anlayışlı yanaşma ilə bu proses münasibətlərinizi yaxşılaşdıra bilər. Sağlamlıq baxımından isə bu həftə bir qədər diqqətli olmaq faydalıdır. Xüsusilə immun sistemi, allergik həssaslıqlar və ya iltihabi reaksiyalar özünü göstərə bilər. Qidalanma, yuxu və fiziki aktivliyi diqqətdən kənarda qoymamalısınız. Həftənin irəliləyən günlərində zehninizdə bəzi vacib suallar daha aydın olacaq. Mən həqiqətən nə istəyirəm? Məni nə xoşbəxt edir? Hansı yolla irəliləməliyəm? Bu suallar sizi qorxutmasın. Əksinə, istiqamətinizi müəyyənləşdirən bir fərqindəlik yaradır. Bu həftənin sizə verdiyi ən aydın mesaj budur. Hərəkət et, amma istiqamətini itirmə. Öyrən, amma sorğulamağı dayandırma. İrəlilə,
Amma səni həqiqətən xoşbəxt edən hədəfi unutma. Çünki bu həftə sizi sadəcə yeni yerlərə deyil, doğru həyata yönəldən güclü bir fərqindəliklə üz-üzə qoyur. Əziz oğlaq və yüksələn oğlaqlar. Bu həftəyə olduqca hərəkətli və xarici dünyaya açıq enerjilərlə başlayırsınız. Günləriniz sanki qaçaqaç içində keçə bilər. Qısa səfərlər, ani planlar, iş əlaqələri və xəbər axını sizi yerinizdə dura bilməyəcək hala gətirə bilər. Xüsusilə ticarət fəaliyyəti, görüşlər və ya ünsiyyət tələb edən işləriniz varsa, bu dövrdə tempiniz xeyli arta bilər. Həftənin əvvəlindən etibarən hərəkətə keçmək ehtiyacınız çox güclü olacaq. Çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri isə iş və karyera sahəsində özünüzü daha aydın şəkildə ortaya qoyduğunuz, məsuliyyət aldığınız və diqqət çəkdiyiniz bir mərhələ başlayır. Bu günlərdə üzərinizə düşən vəzifələri uğurla yerinə yetirə, hətta liderlik rolunu üzərinizə götürə bilərsiniz. Saturnun təsiri ilə nizam-intizam, səbir və sistem qurmaq mövzuları ön plana çıxır. Bu enerji sizi çətinləşdirmək üçün deyil, daha möhkəm, uzun müddətli və davamlı bir sistem qurmağınız üçün işləyir. Atacağınız hər addımın gələcəyə yatırım olduğunu unutmayın. Həftənin ən diqqət çəkən göy hadisəsi isə cümə günü baş verən Əqrəb dolunayıdır. Bu dolunay sosial çevrəniz, dostluq münasibətləriniz və daxil olduğunuz qruplarla bağlı mövzuları işıqlandırır. Uzun müddətdir içinizdə saxladığınız duyğular, bir dostluqda yaşanan gərginlik və ya görməzdən gəldiyiniz bir vəziyyət artıq üzə çıxa bilər. Bu bir ayrılıq da ola bilər, bir üzləşmə də. Amma hər halda sizə, kim həqiqətən sizinlə eyni yoldadır, sualını verdirəcək. Eyni zamanda bu dolunay, işdən əldə etdiyiniz gəlirlər, layihələr və komanda işləri ilə bağlı da fərqindəliklər gətirə bilər. Üzərinizdə təzyiq yaradan, sizi idarə etməyə çalışan və ya əməyinizin qarşılığını tam verməyən vəziyyətləri daha aydın görə bilərsiniz. Bu dövrdə dəyişməsi lazım olanları görmək sizi uzunmüddətli perspektivdə daha güclü bir mövqeyə aparacaq. Həftə boyunca maliyyə məsələlərində strateji davranmalısınız. Mövcud gəlir-xərc balansınızı gözdən keçirmək, investisiyalarınızı planlaşdırmaq və xüsusilə riskli addımlardan uzaq durmaq vacibdir. Veneranın Pluton və Saturn ilə yaratdığı uyğun təsirlər sayəsində, xüsusilə çərşənbə axşamı, cümə axşamı və cümə günləri maliyyə mövzularında dəstəkləyici enerjilər aktivdir. Gözlədiyiniz bir ödəniş, bir fürsət və ya sizi maddi baxımdan rahatladacaq bir inkişaf yaşana bilər. Bazar günü Merkürün büc dəyişməsi ilə həyatımıza daha zövqlü və yaradıcı bir enerji daxil olur. Sevgi həyatınız, hobbiləriniz, sənət fəaliyyətləriniz və sizi xoşbəxt edən məşğuliyyətlər ön plana çıxacaq. Əgər münasibətiniz varsa, daha isti və səmimi bir ünsiyyət qura bilərsiniz. Əgər subaysınızsa, xüsusilə iş və ya sosial çevrəniz vasitəsilə tanış olacağınız biri ilə emosional yaxınlaşma yaşaya bilərsiniz. Uşaqlarla bağlı mövzular da bu dövrdə gündəmə gələ bilər. Onların həyatına daha çox daxil olmaq sizə yaxşı təsir edəcək. Eyni zamanda təhsil və yaradıcılıq fəaliyyəti tələb edən sahələrdə çox məhsuldar bir dövrə daxil olursunuz. Hətta işinizi belə daha zövqlü və ilhamverici şəkildə görə bilərsiniz. Münasibətlər sahəsində isə daha realist və dərin bir baxış üstünlük təşkil edir. Səthi deyil, möhkəm və etibarlı bağlar qurmaq istəyəcəksiniz. Partnyorunuzun bəzi mövzularda nizam-intizam çatışmazlığı və ya qərarsızlığı diqqətinizi çəkə bilər. Bu halda açıq ünsiyyət ən doğru yanaşma olacaq. Sağlamlıq baxımından isə özünüzü çox yormamağa diqqət etməlisiniz. Yoğun tempo, stres və məsuliyyətlər bədəninizi yoracaq. Xüsusilə təzyiq, yorğunluq və enerji düşüklüyü gündəmə gələ bilər. Dincəlmək, rutin yaratmaq və təbiətlə əlaqə qurmaq sizə yaxşı təsir edəcək. Torpaqla, açıq hava ilə və sakitliklə əlaqə bu həftə sizin üçün sanki şəfa rolunu oynayacaq. Həftə sonuna doğru tək qalmaq istəyi arta bilər. Bu qaçış deyil, özünüzü toplamaq və daxili balansı yenidən qurmaq ehtiyacıdır. Bu vaxtı özünüzü dinləmək, düşünmək və plan qurmaq üçün dəyərləndirin. Bu həftənin sizə ən aydın mesajı budur. Sürətli olmaq deyil, möhkəm olmaq qazandırır. Səbir ilə qurduğunuz hər sistem gələcəkdə sizə güvənli bir zəmin yaradacaq. Çalışın, yaradın, amma özünüzü unutmayın. Çünki siz bu həftə sadəcə irəliləmirsiniz,
Eyni zamanda qalıcı bir uğur inşa edirsiniz. Əziz dolça və yüksələn dolçalar. Bu həftəyə maliyyə mövzularının güclü təsiri ilə başlayırsınız. Ortaq gəlirlər, ödənişlər, bank əməliyyatları, borc alacaq balansı kimi mövzular gündəminizin mərkəzində olacaq. Bu müddətdə detallara həddindən artıq fokuslanmağınız və ya hər şeyi mükəmməl etməyə çalışmanız bəzən sizi yavaşlada bilər. Nəzarət ehtiyacınızı bir qədər azaltmaq və hadisələri axarına buraxmaq sizin üçün daha faydalı olacaq. Həftənin irəliləyən günlərində enerjiniz aydın şəkildə dəyişir. Çərşənbə axşamından cümə axşamına qədər olan müddətdə həm fiziki, həm də zehni olaraq canlanırsınız. Səyahət planları, yeni insanlarla tanışlıq, fərqli mühitlər və üfüqünüzü genişləndirəcək təcrübələr ön plana çıxa bilər. Həyata baxışınız daha çevik olur, rutinlərdən çıxmaq istəyiniz artır. Bu günlərdə sosiallaşmaq, öyrənmək, kəşf etmək və yeni əlaqələr qurmaq sizə çox yaxşı təsir edəcək. Cümə günü baş verəcək əqrəb dolunayı isə həftənin ən mühüm təsirlərindən biridir. Bu dolunay karyeranız, hədəfləriniz və cəmiyyət qarşısındakı mövqeyinizlə bağlı mühüm fərqindəliklər gətirəcək. İş mühitində güc mübarizələri, təzyiq hissi və ya manipulativ vəziyyətlərlə qarşılaşa bilərsiniz. Amma bunu yalnız kənardan gələn təzyiq kimi görməyin. Eyni zamanda sizin gücünüzün də ortaya çıxdığı bir dövrdür. İnsanların sizə təsirindən çox, sizin yaratdığınız təsirin danışıldığını fərq edə bilərsiniz. Bu dolunay sizə bu sualları verdirəcək. Nəyi böhrana çevirirəm? Əslində nəyi dəyişdirməliyəm? Hansı hədəf mənə aiddir? Hansısı deyil? Xüsusilə karyera ilə bağlı istiqamət dəyişikliyi, vacib qərar və ya bir mövzunun aydınlaşması gündəmə gələ bilər. Eyni zamanda ailə mövzuları, xüsusilə ana ilə bağlı məsələlər də ön plana çıxa bilər. Həftə boyunca ünsiyyətdə diqqətli olmaq vacibdir. Mars ilə Yupiter arasındakı gərgin təsir, xüsusilə yaxın çevrə, bacı-qardaşlar və ya qohumlarla dialoqlarda ani reaksiyalara səbəb ola bilər. Düşünmədən danışmaq əvəzinə daha strateji və şüurlu davranmaq sizə üstünlük qazandıracaq. Bazar günü Merkürün bürc dəyişməsi ilə ev, ailə və yaşayış sahənizlə bağlı mövzular sürətlənir. Qarşıdakı 2 həftə ərzində köçmək, evdə dəyişikliklər etmək, dekorasiya, daşınmaz əmlak işləri və ya ailə daxilində veriləcək qərarlar gündəmə gələ bilər. Daxili rahatlığınızı qurmaq və özünüzü güvəndə hiss etdiyiniz bir mühit yaratmaq bu dövrdə çox vacib olacaq. Sevgi və münasibətlər sahəsində isə çox dəstəkləyici təsirlər var. Veneranın Pluton və Saturn ilə uyğun əlaqələri, xüsusilə çərşənbə axşamı və cümə günləri, emosional həyatınızda gözəl inkişaflar gətirə bilər. Yeni bir tanışlıq, güclü bir cazibə və ya mövcud münasibətdə dərinləşmə mümkün ola bilər. Əgər qəlbinizi açsanız, sizi həqiqətən qidalandıran bir bağ qura bilərsiniz. Uşaqlı dolçalar üçün isə uşaqlarla keçirilən xoş anlar ön plana çıxa bilər. Göy üzünün sizə verdiyi əsas mesaj isə çox aydındır. Bu həftə adi olan sizi qane etməyəcək. Uranın təsiri ilə fərqli düşünmək, fərqli hərəkət etmək və standartlardan kənara çıxmaq istəyəcəksiniz. İş həyatında sizi önə çıxaracaq əsas xüsusiyyət məhz bu orijinal baxış bucağınız olacaq. Hər kəsin gördüyünü deyil, başqalarının fərq etmədiyini görmək qabiliyyətiniz sizi bir addım irəli aparacaq. Sosial çevrə və əlaqələr bu həftə çox önəmlidir. Qatıldığınız bir tədbir, etdiyiniz bir söhbət və ya tanış olduğunuz biri uzun müddətdə həyatınızda mühüm rol oynaya bilər. Buna görə geri planda qalmaq əvəzinə özünüzü ifadə etməyi seçin. Maliyyə mövzularında isə həm fürsətlər, həm də diqqət tələb olunur. Yupiter dəstək versə də, bu fürsətləri düzgün dəyərləndirmək üçün möhkəm planınız olmalıdır. Tələsik qərarlar əvəzinə analiz edərək irəliləmək uzun müddətdə sizi rahatladacaq. Sağlamlıq baxımından isə xüsusilə dişlər, allergik həssaslıqlar və ümumi narahatlıq hissinə diqqət etməlisiniz. Zehni baxımdan intensiv bir həftə olacağı üçün özünüzə dincəlmək üçün vaxt ayırmağı unutmayın. Həftə sonuna doğru sosial enerjiniz yenidən yüksəlir. Dost mühitləri, ortaq fəaliyyətlər və yaradıcı məşğuliyyətlər sizə həm zövq, həm də motivasiya verəcək. Xüsusilə incəsənət, təbiət və yaradıcılıqla bağlı fəaliyyətlər ruhunuzu qidalandıracaq. Bu həftənin xülasəsi: fərqli olmaqdan qorxmayın, düşündüyünüzü deyin, hiss etdiyinizi bastırmayın. Nəzarət etməyə çalışmaq əvəzinə axına uyğunlaşın. Çünki bu həftə ağlınıza gələn bir fikir yalnız sizin deyil,
başqalarının həyatını da dəyişəcək qədər güclü ola bilər. Əziz balıqlar və yüksələn balıqlar. Bu həftəyə münasibətlər və şəxsi həyatınızın detalları ilə başlayırsınız. Emosional baxımdan biraz sorğulayıcı ruh halında ola bilərsiniz. Sanki axtardığınızı tam tapa bilməmiş kimi hiss edilə və ya özünüzə qarşı həddindən artıq tənqidi yanaşa bilərsiniz. Amma bu daxili sorğulama uzun çəkməyəcək. Günlər keçdikcə diqqətiniz dəyişəcək və enerjiniz fərqli sahələrə yönələcək. Çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri maliyyə mövzuları ön plana çıxır. Bank əməliyyatları, ödənişlər, alış-veriş və ya maliyyə planlamaları ilə məşğul ola bilərsiniz. Xərclərinizi gözdən keçirmək və büdcənizi tarazlaşdırmaq bu günlərdə vacib olacaq. Eyni zamanda ruhani tərəfiniz də çox aktivdir. Psixologiya, şüuraltı, spiritüel mövzular, dərin məzmunlu kitablar və ya filmlər diqqətinizi çəkə bilər. Daha çox öz içinizə yönəlmək, həyatın mənasını axtarmaq və duyğularınızı anlamaq istəyə bilərsiniz. Həftənin ən önəmli təsirlərindən biri cümə günü baş verəcək Əqrəb dolunayıdır. Bu dolunay səyahətlər, təhsil, xariclə bağlı işlər və həyata baxış bucağımızla bağlı sahələri işıqlandırır. Gözlənilməz bir xəbər ala, bir səfər planında dəyişiklik yaşaya və ya sizi istiqamət dəyişdirməyə vadar edən bir hadisə ilə qarşılaşa bilərsiniz. Xüsusilə tələbəsinizsə, təhsil həyatınızda stresli və ya ani bir inkişaf gündəmə gələ bilər. Eyni zamanda hüquqi mövzular, ticarət əlaqələri və ya çox yaxşı tanımadığınız insanlarla apardığınız işlər də bu dolunayla birlikdə aktivləşə bilər. Bu dövrdə bəzən təzyiq altında hiss edə və ya nəzarət edə bilmədiyiniz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Amma unutmayın, bu təsirlər sizi çətinləşdirmək üçün deyil, fərqindəlik yaratmaq üçündür. Hansı planın sizə aid olduğunu, hansının sizi yorduğunu daha aydın görə biləcəksiniz. Maliyyə baxımından isə diqqətli olmalı bir həftədir. Mars ilə Yupiter arasındakı gərgin təsir xərclərdə nəzarətsiz davranma riskini artıra bilər. Xüsusilə sevgi, uşaqlar və ya zövq aldığınız sahələrə xərclər arta bilər. Bəli, gəlir imkanları var, amma bunu balansda saxlamaq çətin ola bilər. Buna görə büdcə idarəçiliyinə xüsusi diqqət yetirməlisiniz. Əks halda maliyyə qərarlarınız gələcək planlarınızı və ya səfərlərinizi yenidən qurmağa məcbur edə bilər. Bazar günü Merkürün büc dəyişməsi ilə ünsiyyət tempiniz artır. Yaxın çevrə, bacı-qardaşlar, qohumlar və sosial əlaqələrlə daha sıx ünsiyyət qura bilərsiniz. Əgər satış, marketinq, təhsil, ticarət və ya logistika sahəsində çalışırsınızsa, bu dövrdə daha planlı, daha möhkəm və daha təsirli addımlar ata bilərsiniz. Zehniniz daha aydın, qərarlarınız daha realist olacaq. Ev və ailə mövzularında isə dəstəkləyici təsirlər var. Veneranın Saturn və Pluton ilə uyğun təsirləri sayəsində evlə bağlı dəyişikliklər, xərclər və ya qərarlar sizə xoş təsir bağışlaya bilər. Evinizə yatırım etmək və yaşayış mühitinizi gözəlləşdirmək həm fiziki, həm də ruhi baxımdan sizə yaxşı təsir edəcək. Eyni zamanda ailə ilə bağlı mövzularda gözlənilməz dəstək ala bilərsiniz. Göy üzünün sizə əsas mesajı isə daxili oyanışdan keçdiyinizdir. Neptunun təsiri ilə görməzdən gəldiyiniz duyğular və bastırdığınız həqiqətlər üzə çıxır. Bu həftə qaçmaq deyil, üzləşmək zamanıdır. İntuisiyanız çox güclüdür və sizə doğru yolu göstərə bilər. Məntiqin çətinlik çəkdiyi mövzuları qəlbinizlə anlaya bilərsiniz. İş həyatında diqqətinizi itirməməlisiniz. Konsentrasiyanızı qorumaq, başladığınız işləri tamamlamaq və məsuliyyətlərinizi dəqiq yerinə yetirmək vacibdir. Əks halda fürsətlər əlinizdən çıxa bilər. Xüsusilə vacib sənədlərə imza atarkən və ya razılaşmalara girərkən detalları diqqətlə yoxlayın. Sevgi və münasibətlər sahəsində isə daha yumşaq və mərhəmətli bir enerji hakimdir. Duyğularınız dərinləşir, empati qabiliyyətiniz artır. Əgər münasibətiniz varsa, açıq və dürüst ünsiyyət bağınızı gücləndirə bilər. Səthi deyil, ruhi bağ qurduğumuz münasibətlər sizə yaxşı təsir edəcək. Subaysınızsa, sizi həqiqətən anlayan biri ilə tanış olma ehtimalınız yüksəkdir. Sağlamlıq baxımından emosional balansınızı qorumağa diqqət etməlisiniz. Daxili dalğalanmalar bədəninizə təsir edə bilər. Bol su içmək, istirahət etmək, zehni sakitləşdirmək və lazım gələrsə meditasiya kimi üsullardan istifadə etmək sizə yaxşı təsir edəcək. Yaradıcılıq baxımından isə çox güclü bir axın var. İncəsənət, musiqi, yazı
və ya özünüzü ifadə edə biləcəyiniz hər hansı sahə bu həftə sizin üçün bir terapiya kimi ola bilər. İçinizdə yığılan duyğuları yaradıcılığa çevirdikcə həm yüngülləşəcək, həm də güclənəcəksiniz. Həftə sonuna doğru tək qalmaq istəyi arta bilər. Bu qaçış deyil, yenilənmə ehtiyacıdır. Sakitlik, təbiət və daxilə yönəlmək sizə dərin bir rahatlıq verəcək. Bu həftənin xülasəsi. Hisslərindən qaçma, onlarla üzləş. İntuisiyana güvən, amma planlı hərəkət et. Xərclərini balansla, duyğularını ifadə et. Çünki bu həftə dərk etdiyin hər həqiqət səni daha güclü, daha şüurlu və daha sakit bir həyata aparacaq.